kimi adamla elə puluna görə gəlib sevgili olmaq lazımdır. Niyə pulunu xərcləyəsən? Sevgilim var. Var. Bəs sevgili zəng eləsəm bir dəqiqə nə qədər pul atar? 200 istəsəm atar. 200 manat atsa və pulun səhifəsini izləsən sənə 2 qat 200 manata pul verəcəm. Razısan? Razıyam. O ki 400 manatla gələcəksən. Amma səhifəni takib eləmirəm. Onda 200 manata 200 manat verəcəm. Güvənirsən sevgilimə? Güvənirəm. İnşallah ki, güvənim boşa çıxmaz. Onda zəng elə. Alo, necəsən həyatım? Sağ ol, yaxşıyam, sağ ol, necəsən? Yaxşı olasan. Hardasan? Evdəyəm, biraz xəstələnmişəm. Şeydir. Dırnaqlarımın vaxtı Nə oldu gəlmişdi. Ustaya getməliydim. Mənə 200 manat ata bilərsən? Aşağı mən xəstələnmişəm, kartımda pul yoxdur, aşağıda düşə bilmirəm. Götürə bilsən gəl özün götür dəməkdən. Götürə bilsən gəl özün götür. Nədir? Mən sənin ayağa gəlməliyəm. Sevgilin səndən pul istəyir, pul atmayasan ki, xəstəyəm. Nə olsun ki? Yox, xəstəliyi bəhanə edirsən sən. Sən necə sevgilsənsə, soruşmursan ki, nə olub, xəstələnmirsən, nətərsən. Sən mənim yanımda olmaqdan dur bilsən ki, mənim dırnaq məndən önəmlidir sənin. Niyə mənim yanımda deyilsən? Mən xəstələnmişəm. Sən də bir sevgilini maraqlan da onda. Yox, sən xəstəliyin prosta bəhanə edirsən ki, mənə pul atmayasan. Pul bəlkə yoxdur mənim pul. Necə yəni pulum yoxdur? Mən pul istəyirəm səndən, sən mənə deyirsən ki, pulum yoxdur. Pul oxşuyursan. Mənəm pul gir. Birdən ki, mən səndən bəyəm pula görə danışmışam ki, indi deyirsən ki, pul gir oxşuyursan. Sən yəni heç utanmırsan ki, sevgilinə qayıdıb pul gir deyirsən. Sən mənə deməlisən ki, həyatım, sənin dırnaqlarının dibi gəlib, vaxtı gəlib. Sən mənim yanımda olmasan əksinə, mənə pul atmasan ki, mən gedim dırnaqlarımı düzəltdirim. Bax, mən nəyə sevgili olsaydı, mənim yanımda olardı. Sevgili olsaydı, yenə mən sənə zaten sevgiliyəm. Amma bir şey bilirsən, nə var? Elə sənin kimi adamla elə puluna görə gəlib sevgili olmaq lazımdır. Pul xərcləyəsən, səhərsi gün danışmayasan. Amma bir şey gedir ətdə olaya buradan. Mən belə gözləmirdim. Heç sənə pul atır. Atı, prosta tutması birdən-birə tutdu elə bir. Mən bu dərəcə gözləmirdim. Yəni çox belə vəhşicəsinə sən o girişdin söhbətə. Bahane edir. Ayrıldın, barışmayacaqsan. Barışmayacaq. Səhifəni izləyirsən? İzləmirəm. Arşivə çıxmışam. Yox. Qarşıma çıxsaydın, izləsəydin, sevgilinin sənə pul atmasında 100 manat pul qazanacaqdın. Təəssüflər olsun, boyun yerə sıxılın.